Hər vaxtınız xeyir. Vacib sualı Elm və Təhsil Naziri Emin Əmrullayev cavablandırır. Emin müəllim, xoş gördük. Xoş gördük, xoş gəlmisiniz. Təşəkkür edirəm. Müsahibəyə razılıq verdiyiniz üçün minnətdaram. Cənab Nazir, ilk əvvəl ilə istəyirəm sizdən maraqlı bir sual verim sizə ki, ümumiyyətlə, məktəbli çantasının yükü nə qədər olmalıdır? Tutalım, siz 1-ci və 3-cü sinifdə olanda çantanız neçə kilo idi? Dəqiq neçə kiloydu yadımda deyil, çünki sizin də yəqin yadınızda deyil və mənə qulaq asan heç bir adamın bu sual yadında deyil. Amma dəqiq yadımdadır ki, mənim 1-ci sinif kitablarım, indiki uşaqların 1-ci sinif kitablarından daha ağır idi. Bunu məncə gedib arxivdən kitabları götürüb müqayisə edə bilərsiniz. Çünki hal-hazırdakı kitablar 2,5 ilə bölünür. Və dərslər də demək olar eyni idi. Yəni, o nöqteyi nəzərdən tədris planları da əsaslı şəkildə dəyişməyib, saatların da sayı əsaslı şəkildə dəyişməyib. Və demək ki, çantanın ağırlığını zaman oxuna qoysaq, ya o eyni olub və yaxud da zamanında bunu media kifayət qədər gündəmə gətirə bilməyib, indi bu əsas mövzuya çevrilib. Bu asılıdır bizim məsələyə münasibətimizdən. Amma təbii ki, çantaların ağırlığı problemi var, yəni bunu da danmaq olmaz. Bu yalnız düşünmürəm ki, təhsilin məzmunu ilə bağlıdır, həmçinin çantalar məzmundan əlavə evlərdən olan yüklə də ağırdır, əlaqəlidir. Eyni zamanda da təəssüf ki, bir çox siniflərimizdə müəllimlər tərəfindən heç də bizim Elm və Təhsil Nazirliyinin hətta tövsiyə etmədiyi və yaxud da dərs proqramının bir hissəsi olmayan dərs vəsaitləri olaraq əslində demək olmaz. Yəni, müxtəlif vəsaitləri də şagirdlər məktəbə gətirirlər. Bu minvalla biraz zəruri olan hissə, biraz valideynin ora əlavə etdiyi yük, bir qədər, belə deyək, hansısa əlavə materiallar bu təbii ki, çantanı ağırlaşdırır və çanta yüngül olmalıdır. Təbii nə qədər yüngül olsa, şagirdə bu qədər rahat olar. Nə etmək lazımdır ki, yüngülləşsin? Dediyim kimi, bu yalnız nazirliyin səmimi olaraq günahı deyil və yaxud da ki, sualın cavabını nazirlikdə axtarmaq da doğru deyil. Çünki həmin çantanı yükləyən tərəf nazirlik deyil deyə düşünürəm. Nazirlik tərəfindən biz edə biləcəyimiz onu etmişik ki, əvvəl dərsliklər əgər 1 illik hazırlanırsa, hal-hazırda bu yarım, belə deyildik, hazırlanır. İbtidai sinif səviyyəsində səhv etmirəmsə, bir dərsliyin çəkisi təxminən 270-300 qram arasında dəyişir yarım illik, yəni dərsliyin. Yəni, bu problem əgər hər birimizin problemidirsə, bu problemi deməli hər birimizin iştirakı ilə həll edə bilərik. Müəllimlər çünki əlavə vəsaitlər verirlər hazırlaşmaq üçün və burada iş dəftərləri də var. İş dəftərləri kifayət qədər, yəni dərs prosesi, dərslik komplektinin bir hissəsidir. Orada sual yoxdur. Mən dediyim kimi, bir var ki, iş dəftərləri hansı ki, dərslik komplektinin bir hissəsidir, bir də var ki, iş dəftərləri dərslik komplektinin bir hissəsi deyil. Ona görə, yəni, bu valideyn, müəllim, o cümlədən həmçinin nazirlik, təbii ki, biz öz dediyim kimi, boynumuza düşən hissəni başa düşürük, amma bu ictimai problemdir və ictimai problemi yalnız ictimaiyyət həll edə bilər. Ona görə, yəni, dediyim kimi, burada valideynin də rolu var, burada məktəb müəlliminin də rolu var. Daha çox, çünki gündəlik ünsiyyətdə olan tərəf valideyn və müəllimdir. Və valideyn və müəllim çantanın içinə baxıb onu necə daha yüngülləşdirmək olarsa, bu sualın cavabını məncə məndən daha yaxşı bilir, tam səmimi deyirəm. Əgər o çantanın içinə baxanda bizə aid, yəni Elm və Təhsil Nazirinə aid suallar çıxırsa, tam səmimi olaraq biz də o sualın iştirakçısına çevrilə bilərik. Çünki bizim bugünkü hal-hazırda gözləntimiz bundan ibarətdir ki, şagirdlər dərsliklərinin yarım illik əsasda dərsliklərini və yaxud da həmin, xüsusilə yeniləm, ibtidai sinifdə yəqin ki, problemdir. İbtidai sinifdə isə şagirdin fənlərinin sayı o qədər çox deyil ki, o qədər çox dərsliyi olsun. Və yeniləm, çanta seçimindən tutmuş, çünki bunu valideyn öz övladına seçir, çantanın özünün də bir çəkisi var. Müəllim qərar verir ki, şagird hansı dərslikləri və yaxud da dərs vəsaitlərini hər gün özü ilə daşımalıdır. Buna da baxmaq olar. Valideyn qərar verir ki, öz övladının gündəlik məktəbə hazırlayanda çantasına başqa hansı əlavə əşyaları qoyur. Bunlar təbii ki, hamısı o çəkiyə və yükə, necə deyərlər, təsir edir və ona görə biz yeniləm, bu tipli sualların həmişə ictimai, konstruktiv müzakirəsini tərəfdarıyıq. Əgər problemi həll etmək istəyimiz varsa, nəinki ittiham edici və yalnız bir tərəfin, belə deyək də, ittihamlarına cavab verən tərəf kimi bu prosesdə çıxış etmək
heç bir halda bu prosesi əhəmiyyətli və faydalı etmir. Emin müəllim, bugün məktəbə qədər təhsil də orta məktəbdəki təhsil qədər olduqca həssas bir mövzudur. Xüsusilə burada söhbət aşağı yaşlı kontingentdən gedir. Bax, burada olan problemlər, vəziyyətdən çıxış yolları barədə nə düşünürsünüz? Təhsil Nazirliyi olaraq hansı işlər görülür? Burada əsas bizə həmişə hər bir şey məqsəddən asılıdır. Yəni məqsəd nədən ibarətdir? Sualın cavabını düzgün və digər cəmiyyətin və təhsil ictimaiyyətinin digər iştirakçıları ilə paylaşırıqsa, yəni paylaşılan məqsəddirsə, onda o məqsədə doğru digər iştirakçılarla birlikdə irəliləməliyik. Bizim gördüyümüz alqoritm budur. Biz məqsəd olaraq iki şeyi əsas görürük indiki mərhələdə. Bir, əlçatanlıq, yəni mümkün qədər daha çox uşağın məktəbə qədər təhsilə cəlb olunması. Eyni zamanda da keyfiyyət məsələsini görürük. Çünki məktəbə qədər təhsil müəssisəsi yalnız uşağı saxlamaq üçün, yəni saxlanıcı yeri deyil, bu təhsil müəssisəsidir və deməli orada təhsil baş verməlidir. Bunlarla bağlı saatlarla danışmaq olar, amma qısa olaraq biz nazirlik olaraq bilirsiniz ki, bir neçə artıq təşəbbüsümüz düşünən uğurlu olub. İlk növbədə mən məktəbə hazırlıq siniflərini təbii ki, qeyd edə bilərəm ki, biz artıq 5-6 yaşlı uşaqların 80%-dən çoxunu özəl sektorda saysaq, bəlkə də bu rəqəm 85%-dən çox edər hal-hazırda. Çünki uşaq heç olmasa bir il məktəbə hazırlığa gedir. Çünki heç olmasa bir il məktəbə hazırlığa getmək olduqca vacibdir və biz bu problemi artıq cəmiyyət olaraq, nazirlik olaraq, dövlət olaraq, yəni bütün tərəflərin iştirakı ilə 85%-dən çox hissəsini həll etmişik. Növbəti sual ondan ibarətdir ki, məqsəd nədən ibarətdir? Təbii ki, uşaq bir il yox, 2 il gedərsə daha yaxşı olar, 3 il gedərsə daha yaxşı olar. Hər bir uşağın belə bir imkanı olarsa, əla olar. Yəni, mükəmməl senariyədə 1 yaşından 5 yaşına qədər hər bir uşağın məktəbə qədər təhsildən əhatə olunması qarşıya qoyulmuş məqsədin mükəmməl həll yoludur. Amma bunun təbii maliyyə, bunun keyfiyyət tərəflərinə baxmaq lazımdır. Hal-hazırdakı model ondan ibarətdir ki, demək olar ki, dövlət bu sahədə böyük bir paya malikdir. 100 mindən artıq uşaq deməli, dövlət sektorunda məktəbə qədər təhsilə cəlb olunur. Dövlət büdcəsinə bir uşaq təxminən 4500 manata başa gəlir. Yəni, bütün uşaqların sayını 4500 manata vurduqda 1-5 yaşda bu 2 milyard manatdan daha yuxarı vəsait edir ki, yəni məntiqi olan adam üçün və yaxud da bir qədər riyaziyyatı, belə deyək, hesablamadan marağı olan insan üçün aydındır ki, bu real rəqəmlər deyil. Yəni, məktəbə qədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşməsi və dünyanın bir çox aparıcı ölkələrində də bütün uşaqların yalnız dövlət tərəfindən maliyyələşməklə məktəbə qədər təhsilə cəlb olunması modellərinə demək olar ki, rast gəlir. Bunun üçün də bir neçə əli yolu ortaya qoymuşuq. Biri icma əsaslı məktəbə qədər təhsildir. Digəri dövlət özəl partnyorluğudur. Bu ildən başlamışıq. Bilirsiniz ki, özəl sektora gedən, biz həm özəl sektoru dəstəkləmək, həm ailələri dəstəkləmək üçün özəl sektora gedən uşaqlara təxminən 3500 manata qədər vəsait ödəyirik. Bəzi bölgələrdə tam səmimi olaraq 3500 manat, çünki özəl sektora daha səmərəli olduğu üçün, yəni burada işçi sayı, müəyyən mənada xərclərə nəzarət, təbii ki, həmişə dövlət sektorundan daha müəyyən mənada optimal qurula bilər deyə bəzi bölgələrdə 3500 manatla bir uşağın 3000 və ya 3500 manata bölgədən asılı olaraq məktəbə qədər təhsilini, xərclərini minimal qarşılamaq olur və valideyn də bunun üzərində çox cüzi bir hissəni, yəni aylıq olaraq 50 manat, 100 manat, bəzi yerlərdə təbii ki, daha çox əlavə ödənişlə öz övladını məktəbə qədər təhsilə yönləndirə bilir. Təbii ki, burada ən vacib məqam anaların həm işlə təmin olunması, yəni qadınların məşğulluğu, həm də onların müəyyən mənada dəstəklənməsi məsələsidir. Bu da gündəmdə olan məsələdir. Yəni, işləyən anaların övladlarının məktəbə qədər təhsilə gəlməsi ilk növbədə prioritetləşməlidir ki, hal-hazırda bizim sistemdə bu prioritetləşmə yoxdur. Yəni, hal-hazırda məktəbə qədər təhsilə qeydiyyat kim birinci müraciət etdi mexanizmi iləndir. Sistem elektronlaşıb. Biz bununla da müəyyən mənada bunu da uğurlu hesab edirik ki, əvvəlki illərlə müqayisədə hal-hazırda bu proses daha şəffaf qurulub və qaydalar əməl olunmaqla qurulub və hal-hazırda bu istiqamətdə monitorinqlərimiz davam edir. Amma qeydiyyat prosesində təbii ki, işləyən ananın övladının məktəbə qədər təhsilə cəlb olunması ölkə iqtisadiyyatı nöqteyi nəzərindən daha faydalıdır. Çünki ana övladının
Amma yəni yenə bu bir qədər hansı birinci olmalıdır? Çünki məktəbə qədər təhsil varsa ana işləyə bilir və yaxud da işləyirsə onu məktəbə qədər təhsillə təmin olunmalıdır. Ona görə müxtəlif burada modellər inanırıq ki, gələcəkdə də tətbiq edilməyə davam edəcək. Həm icma əsaslı və dövlət özəl partnyorluğu ilə yanaşı ailə modeli, məsələn, bilirsiniz ki, var və bir çox belə tipli modellər var və biz bu modellərin gələcəkdə genişləndirilməsinin tərəfdarıyıq. Sadəcə onu qeyd edeyim ki, son 5 ildə yalnız bir neçə 10 minlə yəni ölçülən deməli məktəbə qədər təhsil yerləri əlavə olaraq yaradılıb və inanırıq ki, bu sayların artması uzun müddətli vədidir. Çünki biz 2024-cü ildə məsələn məktəbə qədər təhsilə cəlb olunmuş uşağın 4-5 yaşı varsa, onu əmək bazarında təxminən 2040-cı, 50-ci illərdə görəcəyik. Yəni burada artıq o uşaq gərək heç olmasa 25-35 yaşına çatsın ki, yəni əgər 2020-ci illərin əvvəllərindən danışırsa, deməli üzərinə 20 il gəlsə 2040-cı ilin əvvəlləri, 30 il gəlsə 2050-ci illərin əvvəllərindən danışır və təhsilin də təəssüf və yaxud da obyektiv səbəblərdən uzun müddətli olması bununla əlaqədardır ki, əsas məsələ məhz sizin də qeyd etdiyiniz kimi məktəbə qədər, yəni aşağı erkən illərdə baş verir. Erkən illərdə buraxılmış səhvlərin nəticələrini biz 20 il, 30 il sonra görürük. Amma 20 il, 30 il geri qayıdıb onları düzəldə bilmirik. Ona görə bizim bu gün düzəltməyə çalışdığımız, həll etməyə çalışdığımız problemlərin nəticələri tam səmimi olaraq elə də tez görünmür və yaxud da görünməsi üçün bir neçə il, 10 illik səbrə ehtiyac var deyə düşünürəm. Bugün urbanizasiya bütün sahələrdə yeni baxış tələb edir. Kəndlər boşalır, şəhərlər dolur, kəndlərlə yanaşı orada olan məktəblər də boşalır. Elm və Təhsil Nazirliyi yeni dövrə necə uyğunlaşır? Bu vacib məqamdır. Dediyiniz kimi bu təbii hadisə. Dünyanın hər yerində bu baş verir. İnsanlar daha çox şəhər yerlərində müxtəlif səbəblərdən bu baş verir və bu qədər də neqativ bir proses kimi qiymətləndirilməməlidir. Yəni urbanizasiya qaçılmaz bir prosesdir. Və bunun təbii ki, özünə məxsus təzahürləri var. O cümlədən də məktəblərdə şagird saylarının azalması ilə bağlı. Bizim baxışımız nədir? Burada həm səmərəlilik, həm keyfiyyət məsələsi var. Çünki həqiqət bundan ibarətdir ki, bəli, biz simvolik olaraq 10 nəfərlik, 15 nəfərlik, 20 nəfərlik, 30 nəfərlik, hətta məktəbi, sinifi demirəm, yəni kənd yerlərində qoruyub, saxlayıb ona elm ocağı, təhsil ocağı, elm məbədi adı altında yanaşa bilərik və bu prinsip etibarı ilə elə də səhv bir fikir deyil, tam səmimi desəm. Çünki həqiqətən də bir məktəbdə, bir kənddə daha doğrusu məktəbin olması hər bir təhsili sevən, hər bir təhsil haqqında düşünən insan üçün faydalıdır, nəinki o məktəbin orada olmaması. Biz əvvəllər də bu rəqəmləri paylaşmışıq. Bizim elə bölgələrimiz var ki, o bölgələrdə adam başına, yəni orta hesabla bir şagirdə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır. Niyə? Bəli, həqiqət budur. Yəni biz bu rəqəmləri dediyim kimi biz paylaşmışıq. Bizim elə kənd məktəblərimiz var ki, elə deyəndə bu kənd məktəblərinin sayı 10 deyil. Kənd məktəblərinin sayı yüzlərlədir. Yəni yüzlərlə kənd məktəbimiz var ki, orada bizim bir uşağa xərclədiyimiz illik orta xərc və yaxud 11 il ərzində xərclədiyimiz xərc, yəni həmin uşağı və yaxud o uşaqla bərabər bir neçə uşağı Bakının mərkəzində özəl təhsilə cəlb etməyə qədər vəsait tələb edir. Cəmiyyət bunu ola bilər görmür, ola bilər hiss etmir, ola bilər faydalısa, amma bu dövlətin vəsaitidir. Yəni bir məsələ iqtisadi səmərəlilikdir. Yəni bu uşaq neçəyə başa gəlir. İstəsə də, istəməsə də bu vəsait önəmlidir. Problem ondan ibarət ki, bu vəsait heç də bir çox hallarda həmin uşağın təhsili ilə əlaqəli deyil. Yəni sonda düzdür, bunu biz hesablayıb necə deyərlər, orta xərc olaraq şagirdə bağlayırıq. Çünki həqiqətən də bizim üçün önəmli olan şagirddir. Yəni Elm və Təhsil Nazirliyi üçün bir şagirdə düşən orta xərc ən önəmli göstəricidir. Ki, o xərcin müqabilində nə qədər şagird biliyi əldə edir. Və görürük ki, heç də bir keyfiyyət yoxdur. Yəni bizim kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Yəni bir çox kiçik məktəblərimizdə bizim çox ciddi keyfiyyət problemimiz var. Bunun da özünə məxsus problemləri var ki, 2 nəfər, sinifdə 2 nəfər. Təsəvvür edin, siz müəllimsiz. Sinifinizdə cəmi 3 nəfər uşaq var. Bir buna müəllim tərəfindən baxmaq olar ki, 3 nəfər uşaqla hansı formada pedaqoji prosesi qurmaq olar. Yəni bu kifayət qədər, belə deyək də, səmərəsiz olması ilə qədər də keyfiyyətə təsir edən amildir. İkinci uşaq tərəfindən baxın, bax siz şagirdsiniz.
uşaqsız fərq yoxdur da belə deyək. Və sizin bütün həyatınız boyu yalnız bir sinif yoldaşınız olub, və yaxud 2 olub, və yaxud 3 sinif yoldaşınız olub. Yəni insan həyatında bir var 20-30 sinif yoldaşı olub. Tamamilə başqa bir sosial mühitdə böyür. Bir də var ki, bir uşaq yalnız 3 sinif yoldaşı ilə bir yerdə böyüyüb. Yəni ona görə bu mənada böyük siniflər, yəni təbii ki, normal sayda olan siniflər, həmin o 3 nəfərlik, 4 nəfərlik siniflərlə müqayisədə bir mənalı olaraq daha səmərəlidir, daha keyfiyyətlidir, sosial nöqteyi nəzərdən insan inkişafına daha müsbət təsir edir. Və bizim bütün optimizasiya və ya rasionallaşdırma dediyimiz proses də buna xidmət edir. Yəni biz burada nə kəndlərdə məktəbləri bağlamaqla qürur duyuruq. Biz deyirik sadəcə olaraq ki, baxın, əgər biz bir uşağa bu qədər vəsait sərf ediriksə, bu vəsaiti yenə də həmin uşağa və yaxud digər uşaqlarımıza sərf etməklə daha yaxşı nəticələr əldə edə biləriksə, eyni zamanda da səmərəlilik nə deməkdir? Orada olan qənaətləri müəllimlərin əmək haqqısına xərcləyə biləriksə, infrastrukturun yaxşılaşmasına xərcləyə biləriksə, deməli bu düz qərardır. Bəs bir neçə məktəbin, yaxın kənd məktəblərinin birləşməsi... Yəni, rasionallaşdırma dediyimiz budur. Və burada daşınma məsələsi. Təbii ki, bu insanların həyatını ola bilər ki, daha... Mənim amma gördüyüm nədir? Burada səmimi olar. Bu müzakirə mən bilirsiniz ki, öz ünsiyyətində bacardığım qədər həmişə açıq və şəffaf oluram. Burada bir çox hallarda məsələ heç uşaqların məsələsi deyil. Məsələ uşaqların ətrafında olan işləyən adamların məsələsidir. Yəni ki, sosial məsələdir ki, bizim elə məktəblərimiz var ki, o məktəblərdə uşaqların sayından daha çox yaşlı adamlar belə deyək də var ki, tək müəllimlər deyil, texniki işçilərdir, məktəbin kollektividir ki, onların sayı uşaqların sayından 2 dəfə çoxdur. Sual da bundan ibarətdir ki, biz nə hədəf, mən yenə əvvəldə dediyim fikrə qayıdıram ki, məqsəd nədən ibarətdir? Məqsəd uşaqların öyrənməsidirsə, onda bu model uşaqların öyrənməsinə xidmət etmir. Yox, məqsəd həmin adamlara uşaqlar vasitəsilə və yaxud da uşaqları bəhanə edib hansısa sosial maaş verməkdirsə, belə çox sadə dildə desəm, bu ayrı məqsəddir. Biz o məqsədin üzərində işləyə bilərik ki, baxın, məqsəd uşaqların öyrənməsi deyil. Bu, yəni bizim bir çox başqa islahatlarda da bənzər məsələ ilə üz-üzə gəlirik. Məsələn, sertifikatlaşma prosesində. Təbii ki, biz insanı işdən çıxardırıqsa, əmək müqaviləsinə xitam verirsə, şuurlu insanlar olaraq anlayırıq ki, biz onların həyatını daha pis edirik. Biz o insanların gəlirlərinin azalmasına təsir edirik. Bunu başa düşürük və buna bizim də insan olar. Amma məqsəd nədən ibarətdir? Yenə məqsəd əgər uşaqların öyrənməsidirsə, təlimidirsə, təlim nəticələridirsə, onu biz nəyi prioritetləşdiririk? Çünki bunu edəndə o alınmır. Cənab nazir, biz artıq pandemiya dövründə məsafədən təhsilin bir nümunəsi ilə tanış olduq. Bax, bu uşaqları az olan məktəblərdə bu onlayn təhsilə keçidə necə baxırsınız? Yəni, bu ola bilərmi? Bu var, planlarımızda var. Növbəti sentyabr ayından yəqin ki, bu məsələ də olacaq. Çünki yenə də biz ona səmərəlilik nöqteyi nəzərindən baxırıq ki, biraz da irəli gedib uşaqların daşınma xərci məsələsi nöqteyi nəzərindən və uşaqların rahatlığı nöqteyi nəzərindən ki, uşaq öz kənd yerindən, öz yaşadığı məntəqədən uzaqlaşmadan müəllimin distant təhsili mümkündürmü? Düşünürük ki, bu model mümkündür və bu model icra olunacaq. Amma bilirsiniz ki, müəyyən mənada bu icra olunanda mən həmişə qeyd edirəm, hər birinci ideya yaranır, sonra ideyanın hansısa bir icrası olur. İcranın ilkin mərhələlərində hansısa problemləri əmələ gəlir, sonra korreksiyalar edilir və o get-gedə yaxşılaşır və müəyyən mənada mükəmməlliyə doğru inkişaf edir və yaxud da həyatda qala bilmir və tarixin bir hissəsinə, yəni heç də bütün təşəbbüslər həmişə uğurlu olmur. Bu da təbii prosesdir. Amma uzun sözün qısası, sualınızın cavabı olaraq bu model gündəmdədir və düşünürəm ki, növbəti tədris ilindən belə bir pilot modellərin də tətbiqi olacaq ki, uşaqları daşımadan onların, belə deyək, və dünyanın bir çox yerlərində də tətbiq olunur bu model. Tətbiq olunacaq. Çox yaxşı xəbər odur ki, artıq bizim bir çox yaşayış, demək olar bütün yaşayış məntəqələrimizdə fiberoptik internetimiz var məktəblərdə və eyni zamanda da avadanlıqlarla da, müvafiq avadanlıqlarla təchizat problemini həll etsək ki, inanırıq ki, həll edəcəyik növbəti təqvim ilində və sentyabr ayından artıq növbəti tədris ilindən belə modelin tətbiqini planlaşdırırıq. Cənab nazir, bir sual da vermək istəyirəm. Bugün məktəblərdə, daha doğrusu siniflərdə şagird azlığı ilə yanaşı çoxluğu ilə də biz rastlaşırıq. Təbii ki, bu da çox paytaxta aiddir. Bakıda bugün elə məktəblərdə siniflər var ki, orada 35, 40, 42, hətta 45 şagirdə qədər təhsil alanlar olur. Hətta 50-yə qədər də var. Hətta 50-yə qədər olanlar var. Bu siniflərin bölünməsinə nə mane olur? Yəni, bir müəllim tutalım 45 dəqiqə ərzində
bütün bu uşaqlara ev tapşırığını soruşmaq, yeni dərsi izah etmək və dərsləri cavab almaq, yəni bu ona bəs eləmir təbii ki. Yox, aydındır, heç kim, yenirəm, bax, heç bir məmur və yaxud da heç bir təhsil işçisi sinifdə 50 nəfər uşaq olanda çox yaxşıdır, gəlin bütün siniflərdə 50 uşaq olsun, yəqin ki, argumenti ilə çıxış etmir. Burada bir sıra səbəblər var və səbəblər də bir-birindən fərqlidir. Kontekstdən kontekstə var. Məsələn, bizim bir çox yaşayış məntəqələrimiz var ki, burada sizin qeyd etdiyiniz urbanizasiya nəticəsində əhalinin sürətli artımı var. Məsələn, bu Xırdalan şəhəridir, bu Ceyranbatan qəsəbəsidir. Bu əvvəlki illərdə mən fürsətdən istifadə edib Heydər Əliyev fonduna və Mehriban xanıma təşəkkürümü bildirirəm ki, məsələn, Binə qəsəbəsində bizim bu çox ciddi problemimiz var idi. Bunu nisbətən əsaslı şəkildə deyərdim, həll etdik yeni məktəb tikintisi ilə. Və bu şəhər salma məsələsidir həm də. Çünki bir çox hallarda hətta dövlətin də vəsaiti var, amma necə deyim, həmin yerdə məktəb tikmə yeri yoxdur. Çünki insanların məskunlaşması o formada gedib ki, indi orada gedib yeni məktəb tikməyə problemimiz də var. Amma siz baxsanız bizim məktəb tikinti coğrafiyamıza, məsələn, Saray qəsəbəsində bilirsiniz ki, böyük bir məktəb tikildi və cənab prezidentin iştirakı ilə açılış oldu. Xırdalan qəsəbəsində bizim 2 və yaxud da 3 məktəbimiz tikilib. Mən yalnız son bir neçə il deyirəm, ondan ki, əvvəlki illər Binə qəsəbəsini qeyd etdim, Masazır qəsəbəsini. Yəni bu çox sadə bir şeydir də, yəni Uşaq və Binəqədi, Sultəpə, bu hissələrdə bizim problemimiz sırf əhalinin sayı ilə məktəbin ölçüsü arasında olan problemdir. Yəni bu belə obyektiv səbəbdir. Yəni məktəb əgər 650 nəfərdirsə və o məktəbə şərti olaraq 2500 uşaq gəlirsə oxumağa və məktəb tikməyə fiziki olaraq yeri yoxdursa, həmin məktəbdə bir sinifdə 40-dan artıq uşaq olacaq. Bu sadə riyaziyyatdır. Yəni bu mənim və yaxud da başqa bir məmurun niyyətindən və yaxud da sayıları düzgün belə bilməməyindən irəli gəlmir. Yəni bunu başa düşmək lazımdır. İkinci başqa problemimiz var. İkinci problemimiz ondan ibarətdir ki, mən buna valideyn inadkarlığı və müəyyən mənada qeyri-rasional davranış prosesində nəticəsi kimi görürəm. Və biz bununla bağlı çox islahatlar eləmişik və səmimi olun, bəzi yerlərdə heç bunun analoqu da yoxdur. Yəni nə mənada bu öz-özlüyündə bir o qədər də məntiqli də deyil. Məsələn, yəni çox az sayda ölkə var ki, elektron şəkildə valideyn müəllim seçir öz övladına. Belə sistem səmimi olaraq siz dərsliklərə baxsanız yoxdur. Bu bizim yalnız sosial cəmiyyətimizin davranış modelini nəzərə almaqla, korrupsiya ilə mübarizə aparmaq məqsədi ilə, insanlarımızın necə deyimsə, idarə etmək məqsədi ilə biz modelə getmişik. Düz modeldir, məndən soruşursa yox. Yəni mən təhsil işçisi olaraq inanmıram ki, çünki məktəbdə siniflərin formalaşması ən sadə səbəbdən də, yəni bunu əvvəlki dövrlərdə direktorlar müəyyən mənada bir çox faktorları nəzərə alıb edirdilər. Məsələn, qız oğlan sayı nəzərə alınırdı. Məsələn, şagirdlərin müəyyən mənada bir-biri ilə yaxından, uzaqdan gedib gəlmə məsələlərində çox faktorlar var. Yəni, sadə görünə bilər, amma önəmli faktorlar idi. Amma indiki mərhələdə bu avtomatlaşıb. Çünki bizim müəyyən mənada cəmiyyətimizlə ünsiyyətdə ən yaxşı modelimiz avtomatlaşmadır. Yəni, valideyn bilir, əgər həmin məktəb sinifdə olmayıbsa, öz övladını o sinifə qeydiyyata götürür. Yəni, bir çox hallarda, yəni birinci hallar kənar, o Xırdalan, Ceyranbatan, Bakının müxtəlif deyək, qəsəbələri, Abşeronun müxtəlif kəndləri ki, orada da dövlət çalışır. Biz bu il məsələn Hökməli qəsəbəsində böyük bir məktəb verdik. Bu qoysaq qırağa. Bir çox hallarda valideynin də istəyidir. Yəni, valideyn öz övladının X məktəbində, Y müəlliminin sinifində, yəni verilmiş konkret məktəbdə, verilmiş konkret müəllimin sinifində 44-cü şagird olmasına israrla istəyir nazirlikdən. Buna görə şikayət edir, buna görə nazirliyin qəbuluna da gəlir. Amma başqa bir məktəbdə, hansı ki onun yanındadır, orada daha rahat şərait olur. Onun evinin yanındadır. Orada 30-cu sinif şagirdin 30-cu sinif necə deyirlər, şagird olmasını istəmir. Argument nədən ibarətdir? Axı bu müəllim yaxşıdır. Yəni baxın, bizim məsələyə baxmışımız nədən ibarətdir? Ən yaxşı məktəb sizin evinizin yanındakı məktəbdir deyək, dövlət məktəbindən danışırsa. Niyə? Çünki ola bilər bütün məktəblərimizdə bizim əlaçı, mən həmişə bunu deyirəm, Bakı şəhərinin 300-dən artıq 350-yə qədər məktəbin hər birində əlaçı şagirdlər var, hər birində lisey olmasından, seçməkdən asılı olmayaraq, necə deyimsə, aşağı nəticə göstərən, lap aşağı nəticə göstərən uşaq da var. Bu normaldır. Məktəb həmişə belə olub, belə də olacaq. Özəllərdə də elədir. Bu həmişə belə olub və belə də olacaq. Sadəcə olaraq, yəni hər bir şeydə rasionallığın bəlli bir dərəcəsi var və biz də məsələn sertifikatlaşma prosesi ilə yəni artıq müəyyən mənada xeyli sayda müəllim keyfiyyətimizi artırmışıq deyə düşünürəm. Və bu da normal prosesdir ki, proses nəticəsində bu və ya digər səbəbdən şagirdlərdə bu
bu da pedaqoji prosesdə qaçılmazdır. Məsələn, şagird bu sinifdə özünü rahat hiss eləmir, digər sinifə keçirilir və yaxud müxtəlif səbəblər ola bilər. Sual bunda deyil. Amma uzun sözün qısası, yəni bir çox hallarda da bu sırf valideynin seçimidir. Yəni mən yedirəm, məsələn, 46, 48 bu məsələn dil faktoru ilə də bağlıdır, bölmə faktoru ilə də bağlıdır ki, düzdür, son illərdə biz rus bölməsinə olan müəyyən mənada marağın azalmasını görürük və amma siz baxsaq bizim böyük sayılı siniflərimiz rus bölməsindədir, Azərbaycan bölməsində deyil. Yəni bu valideynin seçimi, kim qərar verir ki, onun övladı rus bölməsində 46-cı uşaq olacaq. Amma bizim də seçimlərimizin limiti var. Biz deyirik ki, baxın, keyfiyyətli, bəlli bir minimal keyfiyyət var. Biz bu bölmədə bu keyfiyyəti bu qədər sinifdə verə bilirik. Bu eyni keyfiyyəti və yaxud ondan daha yaxşı keyfiyyəti Azərbaycan bölməsində də veririk. Yəni, əgər valideyn qərar verirsə ki, yox, israrla mənim övladım eybi yoxdur, 46-cı uşaq olsun. Çünki ikinci sinif edirəm, yoxdur, yəni keyfiyyət baxımından yoxdur. Sadəcə olaraq biz keyfiyyətli ikinci sinif yarada bilmirik bunu rus bölməsinin üzrə məsələ üçün də. Valideyn deyir ki, mən Azərbaycan bölməsində istəmirəm 9 uşağım, istəyirəm 46-cı. Onun şikayətini mənə etməsi və bu məsələni ictimai qabardıb ölkənin bir nömrəli təhsil problemi kimi qələmə vermək mənə görə məntiqli deyil, yenə edirəm. Yəni, o vaxt bu məntiqli olardı ki, bizim başqa seçimimiz olmazdı. Bizim Azərbaycan bölmələrimizdə yer olmaz. Yenə edirəm, məsələn, bu Xırdalanda, bu Masazırda, bu Binəqədidə, Sultəpədə müəyyən mənada haqlı şərtdir. Bunun da cavabını mən sizə verdim, niyə belədir. Mənəm ki, adamlar oraya köçəndə görürdülər də ki, orada məktəb. İnsan öz övladını məktəbə qoyacağam ehtiyacını, bütün ehtiyaclarından sonra fikirləşirsə, təbii ki, onda məktəb prioritetləşməlidir. Yəni, bir çox ölkələrdə bilirsiniz, insanlar yaşayış yerini məktəbə görə seçilir. Ki, məktəb yaxın olsun, məktəb və s. Yəni, ona görə də bu, yenə edirəm, təhsilə olan münasibətdən, öz övladını mən əminəm ki, o valideynlər belə hesab edir ki, öz övladları üçün ən yaxşı qərar verirlər. Yəni, hiss olaraq, emosional olaraq onlar belə düşünür ki, bu qərar daha yaxşı qərardır. Onu bizə inanmalıdırlar, biz deyirik yox. Baxın, hər bir Azərbaycanın çalışmaq lazımdır ki, çünki həmin valideyn öz övladını yaxındakı məktəbə aparıb, yaxındakı məktəbdəki problemi bizi ilə bir yerdə həll etsə, bu daha yaxşı olar. Nəinki valideynlər şəhərdə gəzib ayrı-ayrı klubları xatırladan məktəblərə öz övladlarını yığsalar. Yəni, bizim üçün bu da çox önəmlidir. Mən, məsələn, şagirdlərim, siz bilirsiniz, son illərdə biz əsaslı şəkildə bir neçə məktəb xaric, haradakı obyektiv səbəblərdən qalıb, birinci sinifə seçimi, yəni imtahanlar deyilən seçimi, demək olar, ləğv eləmişik. Bu, demək olar, Azərbaycan bölməsində qalmayıb. Bakının bütün lisey gimnaziya, səhv eləmirəmsə bir neçə incəsənət yönlü, bir neçə belə liseyimiz var ki, orada qalıb. Bu çox azdır, 3 və ya 5-dir. Azərbaycan bölməsində bütün məktəblərimizdə, əvvəlki dövrlərdə imtahan olan məktəblərdə biz imtahan ləğv eləmişik. Çünki biz bunun doğru bir şey olduğuna inanmırıq. Bugün Azərbaycan bölməsində demək olar bütün məktəblərdə yerimiz var. Sualımız da yoxdur, keyfiyyətimiz də daha yuxarıdır. Yəni, ölkənin ən yaxşı 20-30 məktəbi Azərbaycan bölməsi məktəbləridir. Yəni, rus bölməsindən olan məktəblər demək olar ki, o siyahıda yoxdur. Amma yenə valideyn əgər hər vəclə öz rus bölməsində rus dilini bilməyə, öz övladını israrla bu məktəbə qoymaq istəyirsə, onda mən də belə piçmasın, üzr istəyirəm ki, 46-cı uşaq olacaq da o uşaq. Mən neyə bilərəm? Yəni, bizim də ondan başqa imkanımız çatmır. Yəni. Və bu da bizim, belə deyək də, mənada cavabımızdır. Emin müəllim, istəyirəm həm də Təhsil Nazirliyinin tam orta məktəb layihəsi ətrafında danışaq. Bu layihə ilə işlər nə yerdədir? Hansı işlər görülür? Hansı işlər görülüb və yaxud da hansı işlərin görülməsi planlaşdırılır? Biz bu layihə pilot başlamışıq. Bu artıq bir neçə bölgədə və öz belə deyək fəaliyyətinə başlayıb. Mən düşünürəm ki, yanvar ayında biz daha detallı şəkildə ictimaiyyətə bu barədə məlumat verəcəyik. Çünki əvvəlki təcrübələr onu göstərir ki, bu və ya digər təşəbbüs haqqında kiçik bir anonsun verilməsi sonra bizi daha müəyyən mənada çətin vəziyyətdə qoyur. Çünki müzakirələr bizim dediyimiz fikirlər ətrafında yox, uydurulmuş fikirlər ətrafında aparılır. Amma ümumi qısa olaraq məsələnin mahiyyəti bundan ibarətdir ki, tam orta təhsilin mahiyyəti nədən ibarətdir sualı çox vacib sualdır. Burada ki, belə deyək də, çox bəsit yanaşsaq, 2 cavab var. Mən əvvəlki yenə də müsahibələrimdə bu barədə müəyyən fikirlər söyləmişəm. Bir cavab abəndi bundan ibarətdir ki, tam orta təhsil yalnız ali təhsilə hazırlıq xarakteri daşımalıdır.
ki, baxın, uşaq 10-cu, 11-ci sinifdə hər şeyi qoymalıdır qırağa və ali təhsil müəssisəsinə hazırlaşmalıdır. B bəndi bundan ibarətdir ki, yox, bu sadəcə olaraq təhsilin növbəti, ümumi pilləsinin növbəti səviyyəsidir və burada ayrı-ayrı mövzular daha geniş, daha dərindən uşağın yaş xüsusiyyəti nəzərə alınmaqla, yəni 16-17 yaşlı uşağın yaş xüsusiyyəti nəzərə alınmalıdırsa, Azərbaycan tarixinə bir fərqli baxış formalaşmalıdır. Bizim cəmiyyətimizin müstəqillik dövründə, yəni 30 il, yenə bu cəmiyyətin davranışı ilə bağlıdır. Biz sosial sifarişi də burada nəzərə alırıq. Bizim cəmiyyətimiz daha çox birinci səviyyədədir. Yəni uşağın nə öyrənməsi, niyə öyrənməsi, nə üçün öyrənməsi sualı kənarda qoyub 0 və 1 mən deyirəm də bölür öz övladını ya ali təhsil müəssisəsinə girəcək, ya da girməyəcək. Əgər ali təhsil müəssisəsinə girəcəksə uğurlu olacaq, girməyəcəksə uğursuz olacaq. Yəni məntiqi ilə düşünərək 10 il ərzində, 10 il yox, bəlkə də 3-10 illik ərzində, məsələn, yenə də əgər qayıtsaq mənim məktəbli dövrlərimə, ki 90-cı illərin sonlarında mən 10-cu 11-ci sinifdə oxumuşam, düşünürəm ki, o dövrdə bu qədər də belə deyildi. Bu proses başlayırdı, amma bu qədər ifrat səviyyəyə gəlib çıxmamışdı. Yəni, bunun ifrat səviyyəyə gəlib çıxması məhz ali təhsilə olan yanaşma ilə də bağlıdır. Çünki biz ali təhsili ənənə olaraq defisit, çatışmayan, əl çatmaz, çox az adam üçün olan, yalnız bəlli bir elit səviyyədə təhsil kimi görməyə öyrəşmişik. Və bu nə qədər ki, belə olacaq, təbii ki, hər bir adam həmin o elit klubda olmaq istəyəcək deyənə əlindən gələni edəcək ki, ya repetitor yanına gedəcək, ya övladını hər yolla məktəbdən yayındırmağa çalışacaq ki, o da həmin o kluba girə bilsin, yəni ali təhsil alsın. Və bu bizi görün nə qədər önəmli olan dəyərlərdən, nə qədər önəmli olan biliklərdən uzaqlaşdırır. Çünki sonda ali təhsil almaq önəmlidirmi? Bəli, önəmlidir. Amma hamı ali təhsil almalıdırmı? Xeyr. Hamı orta məktəbi bitirəndən sonra ali təhsil almalıdırmı? Xeyr. Yəqin ki, amma dediyim kimi, bu cür davranış və bu cür düşüncə tərzi böyük ehtimal 2 ilə, 3 ilə, 5 ilə dəyişməyəcək. Yəni, təbii ki, bir neçə müddətdə davam edir. Biz sadəcə bunun səhv olduğunu indi boynumuzun, necə deyərlər, bunu bir borc bilərək qeyd etməyi mən yerinə düşürəm. Tam orta təhsil də buradan irəli gəlir ki, əgər bizim cəmiyyətimizin sifarişi birincidirsə və bizim ikinci alternativimizin, yəni gəlin 10-cu, 11-ci sinifdə bilik qazanaq, daha yaxşı fənləri mənimsəyək, daha yaxşı öyrənək, fikri yaxşı fikir olub, amma kənarda qalacaq bir fikir olacaqsa, biz də 10-cu, 11-ci sinifin müəyyən mənada ailələr həm sosial nöqteyi nəzərdən, yəni bir çox ailələr üçün bu başa düşürük ki, maddi yükdür. Bunu ümumi məktəblərində edə bilərik deyə düşünürük. Yəni bu sadəcə olaraq öz-özündə fərqli məzmun, fərqli tədris və fərqli məqsəddir. Yəni hər şey yenə də məqsəddən asılıdır. Bəli. Əgər biz cəmiyyət olaraq qərar veririksə ki, 10-cu, 11-ci sinifin əsas məqsədi və yaxud da yeganə məqsədi yalnız ali təhsil müəssisəsinə qəbuldursa və dövlətdən cəmiyyət yalnız bunu istəyirsə, biz buna uyğun dizayn proqram edə bilərik. Amma yenə nə qədər bu o qədər də düzgün bir şey deyil, amma sifariş budur. Yəni, ona görə müəyyən mənada bizim 10-cu, 11-ci siniflərlə bağlı olan tam orta təhsil modelimiz buna yaxındır ki, onsuz da baxın, kənarda bu işlə məşğul olan elə bizim müəllimimizdir, bizim şagirdimizdir, bizim valideynimizdir. Yəni, biz bunu yalnız məktəbin içində eləyək. Əgər adamlar bunu eləmək istəyirlərsə, gəlin bunu bizim məktəbimizin içində eləyək və bunu ödənişsiz eləyək, valideynlərə də həyatları rahat olsun. Kimsə bunu da istəmirsə, gedib ayrıca öz övladını yenə də ayrı bir formatda özü hazırlamaq istəyirsə, öz maddi imkanı varsa buna, bu ayrı mövzudur. Amma biz istədiyimiz bundan ibarətdir və inanırıq ki, bu repetitorluq məsələsində müəyyən mənada azaldacaq. Çünki yenə repetitorlar qeyri bir başqa planetdən gələn adamlar deyirlər. Onlar bizim məktəbimizdə işləyən müəllimlərdir. Ona görə repetitorlar və müəllimlər demək səhvdir. Yəni, mahiyyət etibarilə bunlar eyni adamlardır. Yəni, müəllimlər pisdir, amma repetitorlar yaxşıdır. Müəllimlər dərs keçə bilmir, amma repetitorlar dərs keçə bilirlər demək özü-özlüyündə məntiqsizdir. Çünki müəllimlər də, repetitorlar da eyni adamlardır. Yəni, bir çox hallarda bu adamlar fərqli qrupdan olan adamlar deyil. Bütün repetitorlar demək olar ki, əksəriyyəti 90%-nə qədəri məktəbdə işləyən müəllimlərdir və məktəbdə işləyən müəllimlərin böyük bir əksəriyyəti repetitorluqla məşğuldur. Yəni, bu konteksti biz düzgün başa düşə bilsək, məqsədlərimizi aydınlaşdıra bilsək. Çünki bizim indi məqsədlərimizlə etdiyimiz iş arasında çox böyük fərq var deyə düşünürəm. Yəni bizim
bir tərəfdən fikrimiz budur ki, uşaqlar tərbiyəli olmalıdır, öyrənməlidir, əxlaq dərsi keçirilməlidir. Məktəb yalnız ali təhsil müəssisəsinə qəbul deyil. Amma bu kameralar sönəndən sonra hər bir valideyn üçün axı bu deyil əsasən. Söz ki, övladı nə qədər bal yığacaq və ali təhsil müəssisəsi. Mən də deyirəm ki, bu xüsusilə yüksək bal yığmalıdır. Və cəmiyyətin, amma baxın da yenə də bəlli sayda adam ali təhsili olacaq. Məsələn, bu il əvvəl bu 25 min idi, 20 min idi. İndi bu rəqəm 60 minə qədər qalxıb. Biz çalışacağıq ki, daha çox adam ali təhsil alsın ki, ali təhsilin defisit, belə deyək də, tapılmayan, az tapılan bir şey olması yox, əl çatan bir şey olsun. Çünki bir şey əl çatan olanda, yəqin ki, ona qarşı belə böyük həvəsin də aşağı düşməsini proqnozlaşdırmaq olar, amma bu zaman tələb edəcək. Qısa zamanda yox, biraz uzun müddətli zamanda düşürəm. Yəni, və biz yəqin ki, yanvar-fevral aylarında bu modellə bağlı daha geniş ictimaiyyətə məlumat verəcəyik. Bugün həm də yeni fənlərə tələbat yaranır. Məsəl üçün, süni intellektlə rəftar. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin hər hansı bir yol xəritəsi varmı? Bu mürəkkəb sualdır. Niyə? Çünki bir neçə cür cavab verəcəm sizin sualınıza. Bir tərəfdən niyə mürəkkəbdir? Çünki əslində fənlərin dövrü çoxdan bitib. Yəni fənlər yoxdur. Yəni biz fənlər bir məqsədə, bir nəyəsə, yəni bu layihə əsaslı öyrənmə və sair müasir təhsil bunu tələb edir və daha çox biz fənlər arası əlaqədən danışırıq. Nəinki hər müəllim gəldi fənnin dərsində getdi modelinə. Bu bir fikir. İkinci fikir ondan ibarət ki, bu bizim böyük problemimizdir məzmunla bağlı. Niyə bunu əvvəlki müsahibəmdə qeyd etmişdim ki, Azərbaycanda təhsilin məzmunu müəllimin maaşına birəbir bağlıdır. Və bunu yadınızdadırsa, televiziyada olan müsahibəmdə çox açıq şəkildə tədris planlarını və tədris planlarında cədvəllərin müəllimlərə olan izahını göstərdi. Bu nə qədər ki, belə olacaq, məzmunu dəyişmək çətin olacaq. Niyə görə? Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Yəni, şərti olaraq, siz əgər bugünkü günün tələbini olaraq, şərti olaraq, əgər biz deyirik ki, gəlin biologiya dərsini, məsəl üçün də 1 saat az keçək. Məsələn, bu misal kimi misal verirəm. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər toplam biologiya müəllimlərinin dərsi, məsələn, şərti olaraq 10 saatdırsa, yəni 7, 8, 9, 10, 11-də əgər 10 saatsa, burada təbii ki, təmayüllərdə dəyişir şərti olaraq. Bu demək ki, siz 10 saatdan 1 saat azaldırsınız, ümumilikdə ölkə üzrə biologiya müəllimlərinə verilən əmək haqqını 10% azaldırsınız. Bu o deməkdir, yəni riyazi olaraq bu deməkdir. Ona görə də nə qədər ki, bu formula, bu düstur bizim məzmunumuzu və müəllimlərimizin əmək haqqısını müəyyən edəcək, biz iki şeydə əziyyət çəkəcəyik. Məzmunda eləyən dəyişikliklərimiz müəllimlərin maaşına təsir edəcək, müəllimlərin maaşı ilə bağlı elədiyimiz hansısa qərarlar müəyyən mənada məzmuna təsir edəcək və daha çox yəqin ki, bizim problemimiz nədən ibarətdir? Biz müəllimlərin maaşını həmişə mütəmadi olaraq ya sertifikasiya ilə, ya bir formada artırırıq. Amma məzmunu görsünüz dəyişə bilmirik. Yəni, böyük ehtimal Azərbaycanda nəvə, ata, daha doğrusu övladı, atası, babası, hətta bəlkə də yaşa görə onun da atası 4 nəsil artıq eyni məzmundan təhsil alır. Eyni fənləri oxuyurlar. Niyə? Çünki bu eyni sistemdir. Yəni, bunu dəyişmək çox çətindir. Yəni, və nə baş verir? Zamanın tələbinə uyğun olaraq, belə deyək, biz ora 1 saatda nəsə əlavə eləmişik. Ona görə də çantalarımız başlayıb bəli, ağırlaşmağa. Niyə? Çünki məsələn də 90-cı illərdə belə qərar vermişik ki, gəlin 90-da yəqin ki, baş verib, gəlin məsəl üçün bəlkə də 2000-də baş verib, gəlin informatika dərsi keçək birinci sinifdən. Fikir olaraq yaxşı fikirdir. Amma yəni mahiyyət etibarilə bu ayrıca bir fəndir. Məsəl üçün o məntiqlə biz məktəbə süni intellekt də gətirə bilərik, kiber təhlükəsizlik də gətirə bilərik. Kimsə insan hüquqları istəyir, kimsə maliyyə savadlılığı istəyir. Bunların hamısını qoymaq lazımdır qırağa. Çünki bunların hamısını məktəbdə verilmiş saatlar çərçivəsində təlim nəticələri olaraq uşaqlar tərəfindən mənimsənilməsinə nail olmaq mümkündür. Sadəcə olaraq müəllimlərimiz daha çox fənlər arası əməkdaşlığı başa düşməlidirlər. Yenə məqsədlər dəyişməlidir. Əgər müəllimin məqsədi müəyyən mənada həftə ərzində ona ayrılmış saatları deyib dərhal məktəbdən getməkdirsə və başqa fən müəlliminin o uşağa nə öyrətdiyi onun nə marağında deyil, nə onun belə deyək məqsədi deyil, nə onu özünün fəaliyyətinin bir hissəsi kimi görmürsə, təbii ki, uşaq hər tərəfini inkişaf eləməyəcək.
Yəni siz elə bir ki, ortada durmusunuz, hər dəfə o qapıdan bir nəfər girir, o sizə 45 dəqiqə nəsə özünə aid bir şey deyir, özü üçün vacib olan bir şey deyir və çıxıb gedir. Sonra başqa adam girir, o özü üçün vacib olan bir şey deyir və özünüzü o uşağın yerinə qoyun da. Yəni faktiki olaraq bu uşağın ümumiyyətlə həyata olan marağına bir sual etmək lazım. O nöqteyi nəzərdən biz yenə deyirəm, təhsilin müəllimə yönəlik olmasından, yəni biz görürsünüz nə qədər müəllimlər haqqında danışırıq. Cəmiyyət bizə nə qədər uşaqlar haqqında çox sual verir, yoxsa müəllimlər haqqında? Sizcə müəllimlər haqqında müəllim çox vacibdir, amma biz unuduruq ki, təhsilin bütün mahiyyəti uşaqdır. Yəni bu təhsilin mərkəzi şagirddir. Yəni şagird üçündür hər şey. Müəllim də şagird üçündür. Müəllimin maaşı da şagird üçündür. Biz müəllimə niyə maaş veririk? Veririk ki, şagird daha yaxşı öyrənsin. Şagird daha yaxşı öyrənmirsə, onu müəllimə niyə maaş verməliyik? Yəni bu cür təfəkkür tərzinə dəyişiklik düşünürəm ki, Azərbaycan təhsilini daha yaxşı edə bilər. Nəinki faktiki olaraq bizə durmadan 10 illiklər boyu eyni sualların ətrafında son olmayan müəyyən mübahisələri aparmaq. Emin müəllim, müəllimlərin yeni tələbə uyğun bilik bacarıqlarına malik olmasa, bu sahədə özlərini inkişaf elətdirməsi Təhsil Naziri olaraq sizi qane edirmi? Burada yaxşı xəbərlər nədir də? Mən inanıram ki, bizim son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şəkildə artıb. Bu həm diaqnostika prosesində, həm sertifikatlaşma prosesində görünür, həm də ən vacibi işə qəbul olunan müəllimlərimizin keyfiyyətində görünür. Mən bir mənalı şəkildə tam əminliklə sizə deyə bilərəm ki, həm də müəllim ixtisasına qəbul. Yalnız son 4 ildə orta bal olaraq ibtidai sinifdir, Azərbaycan dili ədəbiyyatdır, tarixdir, riyaziyyatdır, bu tipli fənlər üzrə müəllimlərin ixtisasa qəbulu, yəni pedaqoji ixtisasları seçən abituriyentlərin orta balı bəzi hallarda 100 baldan çox qalxır. Yəni bizim yüzlərlə dil ədəbiyyatı, yüzlərlə riyaziyyat, yüzlərlə tarix, yüzlərlə biologiya müəllimimiz var ki, hər ildə. Çünki bunlar 500 balıqdan çox toplamış adamlardır. Yəni bu bizim üçün əla xəbərdir. Yəni bu o deməkdir ki, bizim gələcək müəllimlərimiz, növbəti nəsil işə gələcək müəllimlərimizin diplomu yerindədir, saxta deyil. Bu çox vacib. Çünki biz saxta diplomlu müəllimlərdən danışırıq, yadınızdadırsa. Bəli, xatırlayıram. Biz müəllim sözünü düz yazmayan adamlardan danışırdıq, onlarla da sağollaşmışıq. Biz müəyyən mənada daha rəqabətli bir iş yerindən danışırıq. Çünki hal-hazırda bir yerə, məsələn, Bakı şəhərində bir neçə yüz müəllim, bir neçə yüz adamdan birini seçirsənsə, bu həmişə yaxşı xəbərdir. Yəni düzdür, çətindir. 100-dən birini seçirsənsə 99-una yox deyirsən. O 99-u təbii ki, prosesi sevmir, çünki onlar uğur qazanmır. Amma o biri dövlət sistemi üçün, təhsil sistemi üçün çox gözəl tapıntıdır. Və son illər biz MİQ-in qəbullarında gördüyümüz bu ki, istər riyaziyyat, çox ciddi rəqabət olduğu üçün rəqabət olan yerdə təbii ki, inkişaf da var. Və bizim yeni nəsil müəllimlərimiz bir mənalı olaraq, bunu məsələn bir sertifikatlaşdırmada da gördük. Sertifikatlaşdırmada gördüyümüz nə idi? Son 5 ildə işə qəbul olunan müəllimlərimizin orta göstəricisi 25 il və daha çox pedaqoji stajı olan müəllimlərimizin orta göstəricisindən 2,5 dəfə çox idi. Yəni, bu da sizə müəyyən mənada son illərin nəticələridir. O demək deyil, bu orta göstəricidir. O demək yenə də bizə bəzən belə məsələlər verəndə, o demək deyil ki, yuxarı yaşlı müəllimlərimizin hamısı zəifdir. Yox, orada çox yaxşı müəllimlər var. Amma orta göstəriciləri daha zəifdir. Ona görə də bizim düşündüyüm odur ki, bəlli bir müstəqilliyimizin ilk illərində, həm ağır dövrlərdə, çətin iqtisadi şəraitdə təbii ki, bir neçə ilimiz var ki, o illər ərzində istər-istəməz obyektiv səbəblərdən, həm müharibədən sonraki yaranmış durum, həm məcburi köçkün sayımız təhsilə də təsir edib. Yəni bu obyektiv səbəb kimi görürəm. Və ümumiyyətlə bizim keyfiyyətə təminat sistemlərimiz yerində olmayıb, nəzarət sistemlərimiz yerində olmayıb, işə qəbul sistemlərimizin problemləri olub. Bu adamlar çoxsu hələ də məktəbdədir. Yəni onların bir qismi ilə yalnız müəyyən mənada biz əmək müqaviləsinə xitam verə bilmişik. O bir qismi yəni hələ də orada bəziləri təkmilləşə bilib, bəziləri alınmır, təkmilləşə bilməyib. Amma zaman-zaman inanıram ki, bu proses təbii ki, yavaş-yavaş olacaq. Yəni birdən-birə 100 min, 150 min təhsil, belə deyək, heyətini yalnız ümumi təhsildə, çünki məktəbə qədəri saysaq, ali təhsil saysaq, say 300 minə yaxındır. Yəni bu qədər insanı birdən-birə bir gecəyə dəyişib olan yerinə yenilərini tapmaq qeyri-mümkündür. Amma görünən odur ki, təhsil sayəsində təbii ki, daha istedadlı insanların müəllimlik ixtisasını seçməsini görürük. Müəllimə işə qəbul imtahanında daha böyük rəqabət görürük. Bu iş rəqabətli, şəffaf. Yəni bu gün Azərbaycanda məncə hər bir adam qəbul edir ki, müəllimlərin işə qəbulu prosesində rəqabət var deyə bu çətindir, amma nəticəsi müsbətdir.
biz görürük ki, gənc müəllimlərin sertifikatlaşma nəticəsi demək olar ki, mükəmməldir. Yəni, orada bir və ya iki müəllim var ki, onlar da aşağı balla qəbul olublar əvvəlki illərdə işə. Onlardan savayı minlərlə müəllimin hər biri 51 baldan çox toplayıb. Məsələn, bu yaxşı xəbərdir. İxtisasa qəbulda, proses zamanı, yəni sadəcə olaraq bizim üçün növbəti addım bilikli müəllimlə yanaşı, yəni bilikli müəllimimizin metodik davranışını da təkmilləşdirməkdir. Çünki adam bilikli ola bilər, amma uşaqlar ondan öyrənmirsə, o yaxşı müəllim deyil. Yəni, bu nöqteyi nəzərdən növbəti mərhələdə işimiz daha çox metodik işə yəqin ki, fokuslanacaq və savadlı müəllimlərimizdən uşaqları daha çox öyrənməsinə, belə deyək də, təsir etmələrini tələb edəcək. Bəs bu sertifikasiyadan keçə bilməyən müəllimlərin aqibəti necə olur? Yəni, işini itirənlərin, onlara yenə bir şans verilirmi, təkrar hazırlaşsınlar? Onlar təbii ki, istənilən Azərbaycan və pedaqoji, biz onların diplomlarını ləğv eləməmişik, biz onların əmək müqaviləsinə xitam vermişik. Onlar hazırlaşıb, gəlib müəllimlərin işə qəbul imtahanında iştirak edib, yenədən işə düzələ bilərlər burada. Hər hansı bir başqa problem yoxdur. Emin müəllim, istəyirəm həm də bugün müsahibəmizdə peşə təhsili ilə bağlı da danışaq. Bu sahədə vəziyyət nə yerdədir? Xüsusilə Prezident İlham Əliyevin sərəncamı oldu. Bu sahənin daha da səmərəli olması ilə bağlı. İstəyirəm bundan bağlı. Peşə təhsili təhsil sisteminin və iqtisadiyyatın çox önəmli, belə deyək, bir aspekt elementidir. Peşə təhsilinin son illərdən yaxşı xəbər ondan ibarətdir ki, bizim qəbul saylarımız 2.5 dəfədən çox artıb, hətta 2.6 dəfə artıb. Və bu bizi bir mənalı olaraq sevindirir, yəni daha çox uşaq peşəyə gəlir. Burada infrastruktur problemi var. Əsasən infrastruktur problemi də post-konflikt dövründə, yəni Azərbaycanın əraziləri işğal olunduğu dövrdə məcburi köçkünlərin həmin müəssisələrdə yerləşməsi, onların 30 ilə yaxın hələ bəzilərində hələ də yaşamağa davam etmələri, bu infrastrukturun sıradan çıxması, o cümlədən iqtisadiyyatda müəyyən struktur dəyişiklikləri ilə bağlılar. Demək olar, peşə təhsilimizin tamamilə keyfiyyətinin çox aşağı düşməsini biz müşahidə etmişik. Son illər ərzində Cənab Prezidentin müvafiq, belə deyək, fərmanları ilə Azərbaycanın müxtəlif bölgələrində, istər Bakı şəhərində bir neçə peşə məktəbi, o cümlədən Bərdə, Qəbələ, Cəlilabad şəhərində yeni peşə məktəbləri qurulub və görünən bundan ibarət ki, bu peşə məktəblərinin məzunları həm asanlıqla iş tapır, bunu artıq insanlar da gördüyünə görə bir çox adamlar ali təhsildən sonra peşəyə qayıdırlar və peşə təhsili almaq istəyirlər. Uzun sözün qısası, orada həm kəmiyyət, həm keyfiyyət dəyişiklikləri baş verir və möhtərəm Cənab Prezidentin son sərəncamı ilə bilirsiniz ki, 21 peşə təhsil müəssisəsinin yenidən tikintisi, ikisinin isə əsaslı təmiri nəzərdə tutulub, 23 peşə məktəbi və bizim mövcud peşə məktəblərimiz və işğaldan azad olmuş ərazilərdəki peşə məktəbləri toplam yəqin ki, 50 civarında bizim müasir peşə məktəbimiz olarsa 2030-cu ilə qədər bu Azərbaycanın müstəqillik tarixində ilk dəfə belə bir infrastrukturun olması deməkdir. Təbii ki, bunun növbəti 4-5 il ərzində icra etmək tələb var. Yəni, bunun icrası hələ bizim, necə deyərlər, bu ideyadan icraya keçməliyik. Amma bu bizə çox imkanlar verəcək. Çünki uşaqlar 9-cu sinifi bitirdikdən sonra gedib keyfiyyətli peşə təhsili alıb əmək bazarında işləməyə başlayacaqlar. İnanıram ki, bu bizim ali təhsil həvəsimizi də siz bizim yeni peşə təhsil müəssisələrinə getsəz, onların infrastrukturu bəzi ali təhsil müəssisələrindən qat-qat daha, belə deyək, yuxarıdır və görünən də budur ki, böyük həvəs də var. Yəni, məsələn, mən misal verə bilərəm, Bərdə peşə məktəbi açılandan bir il sonra 2 dəfə çox uşaq ora gəldi. Yəni, bizim cəmi 600-700-də o məktəbin tutumu, 1200-dən artıq tələbəmiz var. Cəlilabad peşə məktəbi oxşardır. Yəni, insanlarımızın oxumağa olan həvəsi və oxumaq istəyi çox yüksəkdir və dövlətin də, belə deyək, bu sahədə addım-addım, mərhələli şəkildə gördüyü işlər, inanıram ki, müsbət nəticə verəcək. Müasir infrastrukturdan danışdınız. Müasir təhsil infrastrukturu əvvəlkindən nə ilə fərqlənir? Yəni, burada baxın da, birinci əmək bazarının tələbləri çox önəmlidir. Yəni, bir var ki, siz 20-30 il bundan əvvəl əmək bazarında olan müxtəlif sistemləri sizə öyrədirlər. Bir də var ki, ən müasir, belə deyək, məsələn, Bakı şəhərində sənaye innovasiyalar üzrə peşə məktəbində avtomobil təmir üzrə ən müasir avtomobillərin bütün, belə deyək, sahələr üzrə təmiri var. Onların məzunu bir mənalı olaraq əmək bazarında çox qısa müddətdə iş tapa bilir. Və yaxud hidravlik, pneumatik sistemlərin, yəni liftlər və s. sistemlərin təmiri ilə bağlı çox böyük dizayn, məsələn, işi bu yeni, düzdür,
əvvəl də olub, amma müəyyən mənada daha fərqli bir sahədir. Və yaxud biz indi IT sahəsində və yaxud da bərpa olunan enerji deməli, avadanlıqlarının təmiri və bu sahənin peşə ixtisaslarının böyük tələb görürük və ənənəvi ixtisaslar var ki, məsələn, deyək, qonaq pərvərlik deyək də buna müxtəlif otel biznesi və aşpaz işi. Bu istiqamətdə də həmişəki kimi böyük maraqlıdır. Bu siyahını kim tutur, kim hazırlayır? Bu peşələr olmalıdır. Bu Azərbaycan hökumətinin müxtəlif mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul planı hazırlanır və daha sonra Nazirlər Kabineti tərəfindən qəbul planı hər il təsdiq olunur və ictimaiyyət üçün açıq olan bir sənəddir. Yəqin onda elə peşələr var ki, hansılar ki təzə gəlir, onları öyrədən şəxslər də kənardan dəvət olunur. Bəli, bizim məsələn siz onu görsəz, biz adətən bu adamları da elə əmək bazarından götürürük. Yəni öz sahəsinin ən yaxşı ustasını gətiririk peşə məktəbinə və bəzi peşə məktəblərimizdə həmin sahənin belə deyək, aparıcı işə götürənini məktəbin içində gətiririk ki, təhsili özü təşkil etsin. İşğaldan azad olunmuş ərazilərlə bağlı da danışaq. Azad ərazilərə təhsilimiz necə qayıdır? Təhsil alanlarımızın və təhsil verənlərimizin ümumi sayı barədə də istəyirəm məlumat verəsiniz. Bu saylar hər gün dəyişir. Bizim hal-hazırda həmin deməli işğaldan azad olunmuş ərazilərdə artıq 30-a qədər belə deyək, təhsil müəssisəmiz fəaliyyət göstərir. Həm təhsil müəssisələri, həm bağçalar. Və dediyim kimi biz hər demək olar artıq yəni hər həftəmi deyim, hər ayımı bir yeni təhsil müəssisəsinin açılışı ilə məşğul oluruq. Bu çox yaxşı xəbərdir. Ümumi saylarımız da təhsil alanlarımızın sayı ümumilikdə 3000 nəfərə yaxınlaşır. Təhsil verənlərimizin də sayı, müəllimlərimizin də sayı artıq yəqin ki, yalnız ümumi təhsili biz saysaq 300-dən artıq müəllimdir. Yəni bu saylar dinamik olduğuna görə dəyişir. Qarabağ Universiteti böyük sürətlə belə deyək, orada həm kampusun tikilməsi prosesi davam edir, həm yeni proqramlar hazırlanır. Növbəti ildə biz Qarabağ Universitetinin təxminən 1500-ə qədər, yəni 1200-1500 nəfər arası tələbə qəbulunu planlaşdırırıq. Yeni ixtisaslar, yeni fakültələr olacaq. Xüsusilə təbiət fənlərini yəqin ki, ya növbəti il, ya ondan sonraki il tətbiqini planlaşdırırıq. Müəllimlik ixtisaslarımızın sayı ola bilər ki, artsın. IT ixtisasları ilə bağlı, iqtisadiyyatla bağlı və s. Bu və beynəlxalq artıq proqramlar və əcnəbi tələbələri də gözləyirik. Növbəti il planlarımızda var. Peşə məktəbləri ilə bağlı, deməli, Qarabağ Universiteti ilə bağlı qeyd etmişkən artıq bir neçə bina hazırdır və istifadəyə veriləcək və növbəti ilə həmçinin Şuşada Musiqi və İncəsənət Fakültəsinin Şuşa şəhərinə köçürülməsini planlaşdırırıq. O cümlədən də Şuşa şəhərində peşə məktəbinin deməli istifadəyə verilməsini, Füzuli peşə məktəbinin tikintisi davam edir. Bir neçə kəndlərimizdə çox sayda yəqin ki, növbəti illərdə biz artıq onlarla kənd və qəsəbələrdə yeni məktəblərin açılışını inşallah qeyd edəcəyik deyə düşünürəm. Çünki bu proses bilirsiniz ki, əvvəldə daha çox infrastruktur prosesi idi. İndi geriyə böyük qayıdış prosesi daha böyük vüsət alacaq, daha da sürətlənəcək. Çünki artıq yollar, infrastruktur, müxtəlif kommunal sistemlər qurulduqca təbii ki, mənzillərin və kəndlərin tikintisi daha da sürətlənəcək. Bu isə məktəb infrastrukturunun, bağça infrastrukturunun deməli istifadəyə verilməsi də deməkdir. Artıq ilin sonuna demək olar ki, çox az vaxt qalıb. Təhsil Nazirliyi 2025-ci ili necə başa vurdu? 2025-ci ildə Azərbaycan təhsili bir mənalı olaraq daha əlçatan olub. Yəni, istər bizim məktəbə qədər təhsilimizdə, istər bizim ali təhsilimizdə, istər peşə təhsilində daha çox insan təhsil almaq imkanı əldə edib və ali təhsildə bu say maksimal saydır yenə də, yəni əvvəlki illərlə müqayisədə. Qarabağ Universiteti üçün çox önəmli bir il oldu. Həm tibb fakültəsi açıldı, həm tələbə sayı demək olar 2 dəfə artdı və eyni zamanda bizim bu il işğaldan azad olmuş ərazilərdə bir neçə məktəbimizin açılışı oldu və bu da vacib bir faktor idi. O biri digər məktəblərimizdə istər Şuşada, istər Füzulidə artıq biz yüzlərlə şagird, məsələn, Füzuli məktəbi və Xankəndi şəhərində yerləşən məktəbində tələbə sayımız 1000 nəfəri keçib. Yəni, kifayət qədər böyük Bakı şəhərinin məktəbləri ilə müqayisə ediləcək saydır. Füzuli şəhərində bizim 500-dən artıq tələbəmiz var. Şuşada, Ağalıda məsələn artıq. Yəni hər dəfə həmin məktəblərin tam
bir təhsil müəssisəsi kimi formalaşdığını biz gündən görürük və inanıram ki, 2025-ci il bu məqamda da əlamətdar oldu və o cümlədən də bir çox kəndlərdə yeni məktəblər bilirsiniz ki, açıldı. Yəni bu da çox əlamətdar və tarixdə qalacaq bir nəticələrdir. Bu il ali təhsil müəssisələrlə müqayisədə Azərbaycanın ilk dəfə olaraq 6 ali təhsil müəssisəsi top 1000 dünyanın deməli QS reytinqində top 1000-ə düşdü. Əvvəlki illərdə bizim belə nəticələrimiz olmayıb. Təbii ki, reytinqlər ən önəmli deyil, amma müəyyən mənada bir sıçrayış ilə oldu və digər 3 ali təhsil müəssisəmiz də reytinqə ilk dəfə qoşuldu. Yəni toplam 9 ali təhsil müəssisəmizin bu bizi regionda ən çox saylı ali təhsil müəssisələrindən biridir. Eyni zamanda ilin sonunda məsələn peşə məktəbləri ilə bağlı sizin də qeyd etdiyiniz yeni peşə məktəblərinin tikintisi ilə bağlı cənab prezidentin müvafiq qərarı inanıram ki, tarixi əhəmiyyət daşıyır. Çünki bizim müstəqillik dövrümüzdə ən azı heç bir vaxt bu qədər sayımız olmayıb. Yenə də yay aylarında yüzlərlə, yəni 500 nəfər, amma onların təxminən bir neçə yüzü top 10 dünyanın ən yaxşı universitetində təhsil almaq imkanı əldə etdi. Bu say artıq 2000 nəfəri keçməkdədir. Yəni Azərbaycanlıların dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alma imkanı əminəm ki, uzun müddətli vədədə bir qədər də bizim təhsilimizi daha yaxşı edəcək və həm mütəxəssislərin geri qayıtması həm iqtisadiyyatımıza, həm ölkəmizin ümumi inkişafına töhfə verəcək. Yəni bu hadisələr hamısı bu il olub o mənada, amma inanıram ki, bizim hələ də gördüyümüz işlərin nəticələri müsahibəmizin əvvəlində də qeyd etdiyim kimi bir neçə 10 illiklərdən sonra yəqin ki, daha yaxşı nəticələr görmək ümidi ilə biz düşünürük. Növbəti il də vacibdir, çünki 2026-cı ildə hədəfləriniz nə olacaq? 2026-cı il əhəmiyyətli olacaq, çünki PISA nəticələri açıqlanacaq. 2025-də keçirilir, biz də hələ olan nəticələrini bilmirik. Bu bizə Covid dövründən sonra, çünki biz Covid-la bağlı az danışırıq, amma mənim düşündüyüm ondan ibarətdir ki, Covid pandemiyası Azərbaycan təhsilini bir neçə il, belə deyək, inkişafını əsaslı şəkildə ləngidib və çünki biz demək olar 2 il, tək bizdə yox, dünyanın hər yerində və bizim üçün çox maraqlı olacaq ki, biz Covid dövründə müqayisədə, çünki Covid-də nəticələrimiz aşağı düşdü, heç olmasa Covid-dən əvvəlki dövrə qayıda bilmişik yoxsa yox, çünki bu il 9-cu siniflər, yəni həm 15 yaşlı uşaqlar, bunlar 2 il məktəbə gəlməyən uşaqlardır. Yəni o illəri biz kompensasiya edə bilmişikmi, yoxsa yox? Bu çox vacib sualdır. Bu nəticələri təxminən avqust ayında başa düşəcəyik. Yenə də reytinqlər açıqlanacaq. Bu da bizim üçün vacibdir. Və 2022-26-cı ilin dövlət strategiyasının, yəni Azərbaycan 2030 dövlət sosial-iqtisadi prioritetlər üzrə strategiyanın birinci mərhələsi bitəcək. Orada onlarla bizim hədəflərimiz var ki, gələn illəri hesabatını verəcəyik həm məktəbə qədər, həm peşə təhsili, həm ali təhsil, həm müxtəlif belə deyim təhsil sahəsində və inandığım bundan ibarət ki, sertifikatlaşma prosesi gələn il artıq bitir. Yəni o mənada birinci mərhələsi bitir, birinci dövriyyəsi bitir və bütün müəllimlərimiz, demək olar ki, bütün müəllimlərimiz orada 3 il stajı olan müəllimlərdən savayı və bəzi sosial məzuniyyətdə olan müəllimlərdən başqa demək olar bütün müəllimlərimizi sertifikatlaşdırmanın birinci mərhələsindən, yəni birinci daha doğrusu dövrünü bitirəcəyik və ikinci dövrü artıq o növbəti il. Ondan sonra qədəm qoyacağıq və bu da özü-özlüyündə dediyim kimi bir önəmli bir prosesdir. Və digər bizim, necə deyərlər, Təhsil Nazirliyinin təxminən il ərzində 200-dən artıq cari işi var. Yəni şagirdlərin yer dəyişməsindən başlamış ali təhsil müəssisələrinə yer dəyişmə, qəbul prosesi, buraxılış imtahanları və s. və axır. Yəni bu proseslər də öz axarı ilə davam edir. Təşəkkür edirəm. Emin müəllim, suallarımıza ətraflı cavab verdiyiniz üçün. Sağ olun, minnətdaram. Xatırladım ki, vacib sualı Elm və Təhsil Naziri Emin Əmrullayev cavablandırırdı. Hələlik.